Deməli, əziz uşaqlar, oktyabrın 1-dən etibarən bütün qruplarımızda çalışacağım ki, həftədə 2 ya 3 dəfə indidən, axıra yaxın da demək olar ki, hər gün sınaq ataq. Bu sınaqların hər birinin atılandan sonra siz 1 saat ərzində yazmalısınız. Elə tələbə ola bilər ki, desin ki, Süleyman müəllim, mən hazırlıqdayam, gecə 1-də evə gələcəm. Çox gözəl. Gecə saat 1-də evə gəlir. Gələndən sonra 1 saat sərf edir o sınağa, artıq sərf eləmir. Və ondan sonra mənim video izahıma baxaraq yoxlayır ki, neçə səhvi, neçə düz olur. Bu sınaqlar sizin nəticənizi yüksəldəcək. Bir mənalı olaraq, yəni bizə feedbacklər qayıdır ki, Süleyman müəllim, bax mən sınaqlar işlədim, nəticəmi buradan bura qaldırdım. Hələ indi inşallah ümid eləmə elə bir şey olmayacaq ki, kimsə desin ki, Süleyman müəllim, mən sınaqları işlədim, nəticəmi qaldırmadım və ya tam tərsinə aşağı saldım. Yəni bütün hallarda nəticə qalxır. Baxır sizin necə işləməyinizə və aydındır ki, uşaqlar artıq 50 tam mövzu izahı ilə birlikdə, bütün mövzu ilə birlikdə artıq sınaqlarımız hazırdır. Onlar sonradan atılacaq. Hələ ki, təqribən yanvara kimi mövzu sınaqlar atılacaq. Bunları mütləq və mütləq işləyirsiniz dərsdən əlavə ki, nəticəniz daha yüksək olsun. Bunu qoyduq. Bizim tələbələrə onsuz da qruplara sınaqlar atılacaq. Kimlər ki, onlayn tələbələrimizdir, onlara da sınaqlar atılacaq. Kim kənardan qoşulmaq istəyir, artıq onlar üçün ödənişlidir. Bu nömrələrlə əlaqə saxlayıb qoşula bilərlər. İndi biz ilk sınağımızı izah edək. Bu sınağı biz ayın 28-i imtahan kimi keçirdik və ümid edirəm ki, normal yazmışsınız. İndi izahını da verək. Suallara əgər fikir versəz, bizdə qapalı hissə kifayət qədər sadədir. Ancaq izahlı açıqda məsələlər görəcəksiniz ki, daha çətindir. Səbəb nədir? Bu vaxta qədər bizim tələbələri 100%-dan nəticədən qoyan heç vaxt qapalı sual olmuyor. Həmişə açıq sual olur. Ki, məsələn, 97 yığıb, 95 yığıb, 94 yığıb, 92 yığıb. Kimlər ki, 100-ə gedib. Səbəb nədir? Açıq sualın məsələsini həll edə bilmir. Bunları necə aradan qaldırmaq olar? Sınaqlarımızı işləməklə. Qaldıra biləcəksən. Yəni, onsuz da bilirəm ki, sual oxşar düşəcək. İlk sualdan başladıq. Bizə deyir ki, 176 ədədi, cəmi 176 ədədi olan 4 ədəd var. Bu 4 ədədin birinci ilə ikincinin nisbəti 2-nin 3-ədir. Onda birincini götürürəm 2x, ikincini götürürəm 3x. Sonra ikinci ilə üçüncünün nisbəti 3-ün 5-ədir. Onda ikinci 3x-dırsa, üçüncü 5x-dir. Ardınca üçüncü ilə dördüncü də 5-in 6-yadır. Onda dördüncü də 6x-dir. PDF-i də qruplara atacağım ki, kim gəlməyibsə, görməyibsə, heç olmasa qarşısında olsun. Bu ədədlərin cəmi haqqında nə fikir bəllidir bizdə? Ki, bu ədədlərin cəmi 176-dır. Topladıq. 16x 176-dır. X 11-dir. Onda axtarılan ədədlər 22, 33, 55, 66-dır. Birinci və dördüncü ədədin cəmini istəyirdi. 22 ilə 66-nı topladınız. 88. Bir variant A. 2 nömrəli misal. Kəsirin ixtisarı tələb olunur. Burada 11 ilə 121 ixtisar getdi. 11. 25 ilə 75 ixtisar getdi. 3. 11-də 3. Variant B. 3 nömrəli misal. EBOB N14 N-ə bərabərdir. Deyir, N-in ala biləcəyi qiymətlər. Söhbət natural qiymətlərdən söhbət gedir. Biz bilirik ki, EBOB böləndir həmişə. Əgər N qayıdıbsa yerinə, N böləndir, 14 bölünəndir. EBOB ən böyük ortaq böləndir. Deməli, N böləndir. 14 hansı ədədlərə bölünür? 1, 2, 7, 14. N bunlardan biridir. Variant C. Keçdik 4. Rənglənmiş hissənin nəyi ifadə etdiyini soruşur.
Bura A, daha sonra bura A, bura C, bura B. Rənglənmişsə də bir buradır, bir də buradır. Görürəm A ilə C kəsişib, B ilə də C kəsişib və bunları ikisini də birlikdə götürüblər. Onda nə olur? A kəsişir C, birləşir, B kəsişir C. Ya belə, bu variant var bizdə, ya da belə eləmək olar. Demək olar ki, A ilə B-nin birləşməsini ikisini birlikdə nə ilə kəsişdir? C ilə. Belə də yazmaq olardı. Keçdik. Düz bucaq biri digərindən 20 dərəcə böyük olan iki bucağa ayrılıb, kiçik bucağı tap. Bizim düz bucağımız var. Biri o birindən 20 dərəcə kiçikdir. Balacası x olsa böyük olacaq x plus 20. Söhbət düz bucaqdan gedirsə, bu ikisinin cəmi x üstəgəl x plus 20 90 verməlidir. 2x eləməlidir 70, x eləməlidir 35. Kiçik 35'dir. Və bax, bu sınaqları yaza bilməmək artıq neyəsə bir işarədir ki, üzərində nəsə dəyişiklik eləməlisən. Keçdik. 6 nömrəli misal. Bizə cədvəl verilib. Cədvəldə 10 element var. 10 element var. Və həmin cədvəlin hansı hissəsinin natural olduğu soruşulur. 10 elementdən 51, 5 və 9 naturaldır orada. 0 natural deyil. 10'undan nəyi? 3'ü. Bu da saniyəli bir sualdır. Dördüncüdə cavab C bəndindədir uşaqlar. Bəndi düzəldək. Yəni cavab düz yazmışıq. Sadəcə bəndin seçimi səhvdir. A. 7. 2 tam 3'də 1. Üstə gəl 5 tam 7'də 3. Üstə gəl 8 tam 13'də 5. Bu deyir ki, A'ya bərabərdir. 3'də 1. Üstə gəl 7'də 2. Üstə gəl 13'də 2'ni A ilə ifadə et. Bunun cavabını bilmirəm. Qoy olsun x. İndi nə eləyərəm? Burada bir məntiqi gediş eləyərəm. Bu ifadəni 2'yə vuraram. Bunun cavabını istəyir x. Bilmirəm. İfadəni 2'yə vursam nə alacam? 3'də 2. 7'də 4. 13'də. Burada neçə idi uşaqlar? Rəqəmi deyəsən düz görmürəm mən. 13'də 4 idi bu. 2'yə vurduq. 13'də 8. Bərabərdir nəyə? 2x-a. 2'yə vurdum. Nə verdi bu mənə? İndi bax, bununla bunu toplayası olsam. 2 tam 3'də 1. Üstə gəl 3'də 2. 3'də 2, üstə gəl 3'də 1. 1 verir. 2 tam da var. Elədi 3. 5 tam 7'də 3. Üstə gəl 7'də 4. 5 var idi. 7'də 3, 7'də 4'də 1 verdi. Elədi 6. 8 tam 13'də 5, 13'də 8 topladıq. Bərabərdir 2x plus A'ya. Bizim məqsədimiz x-i tapmaq. Onda belə çıxdı ki, 2x plus A bərabərdir 18'ə. 2x bərabərdir 18 çıx A'ya. X-i də tapmaq üçün 2'yə böləcəyik. 9 çıx yarıma. 9 çıx yarıma. İndi tələbələrdə bu da C bəndində. Tələbələrdən bəziləri deyər ki, mənim ağlıma hardan gəlsin mənim bu? 10-15 dəfə sınaq işləyirsən, bir dəfə gəlməz, 2 dəfə gəlməz, amma aydındır ki, 15-ci dəfə sənin ağlına gələcək artıq. Aha, keçdik. Növbəti. Qeyd edeyim ki, uşaqlar bütün siniflər üçün olacaq, onlayn sınaqlar. Bütün sinif deyəndə ki, 9, 10, 11. İndi fərq eləməz. Növbəti. 8 adi məntiq sualdır. Atam məndən 20 yaş böyükdür. 4 ildən sonra neçə yaş böyük olacaq? Yenə də 20. Ata ilə oğul arasındakı yaş fərqi dəyişmir. Ümid edirəm ki, bunu səhv eləyən olmuyor. 9. X bölü 13. 5'dir. Qalıq y-dir. Və deyirlər ki, bizə X-in
hansı qiymətində qalıq ən böyük olar? X-in hansı qiymətində qalıq ən böyük olar? İndi belə çıxır ki, qalığın ən böyük qiyməti nədir? 13-ə bölürləmsə qalıqda ən böyük 12 qalar. Bundan oynasa olmayacaq. Buradan da X-i tapsam, 13-ü 5-ə vurub üstünə 12 gələcəm. 77. Hələ də çətin sual yoxdur. Qeyd edim ki, mövzu sınağımızdır bu bizim. Yəni, mövzuya aid suallardır. 2 paralel xət verilib. Burada bir A, burada bir B. Burada da bir AC xətti çəkilib. Deyilib ki, bu tənböləndir. Bu tənböləndir. ABF 150 dərəcədir. ASK-nı istəyirlər. Buradakı bucağı istəyirlər. Tələbənin addımı. Burada bir Z hərfini görür. Başa düşür ki, Z-in qatlanan hissələri daxili çarpaz bucaqlardır. Burada 150 varsa, burada da 150 olmalıdır. Tənbölən bunu bölür 75-in 75-ə. Ardınca burada U hərfini görür. Yadına salır ki, U hərfi olanda bu daxili bir tərəfli bucaqlar idi. Cəmi 180 olmalıdır. 75 olursa 105 budur. Vəssalam. Variant B. Bu da 10 nömrəli sual. Və çox rahatlıqla bu 10 dənəsini yazıb, hərəsi təqribən 3 baldır, 33 bal yığmaq olar və vəziyyətdən çıxmaq olar. Keçdik. On bir. Hər biri bir ədəd olmaqla kitab, dəftər və qələmin birlikdə qiyməti 16-dır. Onların hər biri 2 manat bahalaşsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır? 16 manat idi. 3 dənə əşyada hərəsi 2 manat bahalaşdı. Deməli, 22 manat pul vermək lazımdır. Saniyəlik sualdır. 12 nömrəli misalı mən sınaqlarıma bir azından 100 dəfə salmışam. Bu xət A və B xətləri bir-birinə paraleldir. Fikirlərimizi toparlayaq. X-i istəyir. Nə edirik? Buradan bir dənə xət çəkirik. Nə əmələ gəldi burada? Bura 140-dırsa, bura 40-dır, cəmi 180 verməlidir. Bura 110-dursa, bura 70-dir. Bu üçü birlikdə nə verməlidir? 180. Bu 110-dur. Deməli, X-in yerində nə durur? Vəssalam. Keçdik 13-ə. 15-in natural bölənlərinin cəmi. 15 neçəyə bölünür? 1-ə, 3-ə, 5-ə, 15-ə. Topladıq. Nə qədər aldıq? 15-in natural bölənlərinin cəmi. Keçdik. 14. AB parçası verilir. C onun daxili nöqtəsidir. Deyir ki, AB özü 12-dir. BC 4-dürsə AC-ni tap. Burada nə var ki? 12-dən 4-ü çıxdınız. Bu da bir quş. Yəni, hələ ki, rahatlıqla həll olunur. Bir də təkrarlayıram. Buraxılışda da bizi elə bu gözləyəcək ki, qapalı suallar sadə gözləyəcək bizi. Ən əsas problem yaşadacaq yer açıqlar olacaq. Yəni, söhbət izahlı açıqdan gedir. Növbəti. 15. 2 kiçikdir. A kiçikdir, B kiçikdir 9. 4A üstəgəl 4B üstəgəl 7 böl A plus B. Bu ikisindən 4-ü çıxaraq çölə. Qalsın A plus B. Böl A plus B. Ayraq kəsir kimi yazaq. 4 vurulsun A plus B böl A plus B. Üstəgəl 7 böl A plus B. A plus B'lər getdi. Burada qaldı 4. Üstəgəl 7 bölünsün A plus B. İndi nə fikirləşirik? Fikirləşirik ki, bu 7-ni nəyə bölmüşük? Ki, ifadənin qiyməti böyük olur. İfadənin qiyməti böyük olması üçün məxrəc mümkün qədər kiçik olmalıdır. Bizdən soruşurlar ki, Ceyran, ifadən olsun
böyük olsun. A ilə B-nin də yerinə tam ədədlər durduğunu qeyd ediblər. Mən də başa düşürəm ki, 2-dən böyük ən kiçik ədəd 3-dür. Bura nə yazaram? 3. 3-dən də böyük ən kiçik ədəd. Onda nə olar bizdə cavab? Cavab 5. Vəssalam. Sonra. Əfsər olsun ki, 16 nömrəli sualda da uşaqlar bir sıra bizdən soruşdular ki, bunu necə kodlaşdıraq? N hərfini başa düşməyiblər yəqin ki. Sual belədir. A çoxluğu verilib. 1, 2, 3, 7, 9, 11-dən ibarət. B çoxluğu 4, 8, 9, 10-dan ibarətdir. C 2, 3, 7, 8, 10, 12-dən ibarətdir. A çıx B kəsişir C-nin element sayını tap. A-dan B-ni çıxmaq nə deməkdir? A-da olsun. Deməli, buradan 9-u sildik. Bunun ilə də C-nin kəsişməsi nədir? Ortaqlar. Hansıdır ortaq? 2-dir, 3-dür, 7-dir. Başqa ortaq varmı? Yoxdur. Burada da N hərfi həmin çoxluğun elementlərinin sayını istəyir. Neçə element oldu ortaq? Cavab 3. Amma əfsər olsun ki, bəzi uşaqlar bu misala cavab yazıb 2, 3, 7. Bu N hərfi burada nə işi var? Səhv sayılır. Nə ediyyat? Sən başqa şey soruşur. Çoxluğun element sayı soruşur. 17. 17. X və Y qarşılıqlı sadə ədədləri üçün. X bölü Y 0,1 dövrdə 6-dır. Nə edirəm? 0,1 dövrdə 6. Bunu yazıram. Buna görə 9, buna görə nə? 0. 90-da 16 çıx 1. 90-da 15. 90-da 15 ixtisarlardan sonra nə nədir? Altta 1. X bölü Y altta 1'dir. Bizdən nə istəyirlər? X vur Y2. Bu da eləyəcək 6. Nasıl olan? Keçdik. On səkkiz. Əbob abi 441'dir. 441'dir. Və A 3 üstü 6 K kvadratdır. B 3 üstü 2 K üstü 7'dir. Əbob üçün biz demişdik ki, gözü toxdur. Hər ikisində olanın azını götürür. Burada K kvadrat var, burada K üstü 7 var. K kvadratını götürür. Burada 3 üstü 6 var, 3 üstü 2 var. 3 üstü 2'ni götürür. Bərabərdir 441'ə. Onda K'nın kvadratı bərabər 441'i bölürük 9'a. Alırıq 49. K elədir? 7. Vəssalam. Bundan sonraki 7 sual sizdən nəyi tələb edəcək? İzahat tələb edəcək. Başladıq 19'a. Valeh ilə anasının yaşlarının nisbəti 1'in 3'ədir. Valehin yaşı X olsun, ananın yaşı Y olsun. Bunların yaşları nisbəti 3'ün 1'ədir. 5 il keçdi. 5 il keçdisə Valeh də 5 yaş böyüdü, anası da 5 yaş böyüdü. Və yaşların nisbəti oldu 3 bölü 7. Valeh və anasının indiki yaşları cəmini istəyir. Buradan uşaqlar tənasübə girsəz, Y eləyər 3x. Y-in yerinə 3x'i qoyaq. 3x'i qoyduq Y-in yerinə. Və girək bir dəfə də tənasübə. 7x üstəgəl 35 bərabərdir 9x üstəgəl 15. X-ları bir yerə yığaq. Bunu bura. 2x bərabər oldu 20. X oldu 10. Belə çıxdı ki, Valehin 10 yaşı var. Y-də ondan 3 qat çoxdur. Valehin deməli 10 yaşı var, anasının 30 yaşı var. Bəs bizdən nə istəyirlər? Bunların yaşlar, indiki yaşlarının cəmi. 30 üstəgəl 10, 40. Vəssalam. Bu açıq sual rahat sizə bal gətirəcəkdi. Əgər belə yazmışsınızsa tam balınızı gətirəcəkdi. 6-10-8-iniz. 6-10-8 deyirəm. 6-10-6-nızı. Təqribən.
Keçdik. 20 nömrəli sual. Euler-Venn diaqram verilir. Bura 4, bura x çıx 3, bura x plus 8, bura x plus 9, bura x çıx 4, bura x plus 6. Burada riyaziyyatçılardır. Burada fiziklərdir. Burada kimiklərdir. Ximiklər. Aha. Belə çıxıb ki, deyirlər ki, ən azı 2 fəndən hazırlaşan adamlar bütün sinifin 25-dən 6-sıdır. Ən azı 2 fəndən hazırlaşanlar kimlərdir? Bu x çıx 4-dür, x-dir, x çıx 3-dür, bir də 4-ün özüdür. Bəzi uşaqlar deyər ki, 4-ün özü 3 fənin 3-ündən də hazırlaşır. Mən də deyirəm, yazıb ən azı 2. Ən azı 2-dirsə 3 də ola bilər, 4 də ola bilər, 5 də ola bilər. İndi biz onsuz da 3 fəndən oynaya yoxdur, amma hər halda. Ən azı 2 fəndən hazırlaşanlar bax bunlardır. Və deyir, bunlar bütün sinifin. Bütün sinifi hesablayaq. 1, 2, 3, 4, 5 dənə x, 6 dənə x-imiz var. 6 dənə x-imiz var. Ədədləri toplasaq, mənfi 4, müsbət 4-ü apardı. 8-dən çıxdım 3-ü 5, üstünə 6 gəldim. 11, üstünə də bir dənə bu 9-u gəldim. 20. Bizə bütün sinifin hansı hissəsidir? 25-də 6-sıdır. X, 3x çıx 3 bərabərdir. 6x üstə gəl 20 vur 25-də 6. Gəl 25-i bura ataq. Diqqətli olaq. 75x çıx 75 bərabərdir. 36x üstə gəl 120. 75-i bura, bunu da bura. 75-dən 36 çıxanda nə qalacaq orada? Mən biləni 39. X bərabərdir 195-ə. X buradan bərabər elədi 5-ə. X-i tapdıq. Bizə deyirlər ki, riyaziyyatdan hazırlığa gedənlər. Riyaziyyatın içində 3 dənə x var. Mənfi 4, müsbət 4 aparır, bir dənə də 9. Bu riyaziyyata gedənlərin sayıdır. X nəsi tapmışıq? Aparıb qoyduq yerinə. Riyaziyyata gedən şagirdlərin sayı istənilirdi. 24 nəfər. Euler-Venn diaqramını araşdırdıq. Burada çətin suallardan biri 21. Əksəriyyət bunu səhv yazır. Yəni, bundan tam bal alan tələbəmiz demək olar yoxdur. 21. Bizdə hərəkət trekləri var. Burada mərkəz, indi məndə piscə alınır, burada da mərkəz. Burada bir C, B, A. Velosipedçilər ya da mototsiklçilər daha doğrusu. Burada hərəkət edirlər. Fərq eləməz, belə hərəkət edir ya belə hərəkət edir, fırlanırlar. Hərəsinin müəyyən bir radiusu var bu yolların. Birincinin radiusu 120-dir, ikincinin radiusu 90-dır, üçüncünün radiusu 40 metrdir. Bizə deyirlər ki, bunların üçü də biri A-dan, biri B-dən, biri C-dən başlayan mototsiklçılar 15 metr bölü saniyə sürətlə hərəkət edirlər. 15 metr bölü saniyə sürət, yəni 54 km bölü saat. Yəni, kim çevirmək istəyirsə fikrində. Və hər üç motosikl hərəkətə başladıqdan sonra ilk dəfə neçənci saniyədə yenidən eyni düz xətt üzərində olacaq. Uşaqlar, eyni düz xətt üzərində olması üçün tələbə dərk eləməlidir ki, A-dan çıxan bütün çevrəni vurmamalıdır. Yarısını vursa bəsdir. Çevrənin yarısını çevrilsə, dönsə, kifayətdir. Yenə də həmin düz xəttin üstünə düşəcək. E ilə B də yarısını çevrilsə, C də yarısını çevrilsə kifayətdir. Yəni, bizə lazımdır ki, A-dan çıxanın yenidən həmin düz xəttə qayıtması üçün lazım olan getdiyi yol. Çevrənin uzunluğu 2 pi-dir. Biz isə çevrənin neyini gedirik? Yarısını. 2 pi-nin yarısı pi. Niyə yarısını gedirəm? Mənə demir ki, əvvəlki vəziyyətə qayıtsın. Mənə deyir, həmin düz xəttin üstünə düşsün. Pi-dir. Onda birincinin getdiyi yol pi 3'dür. 3 vur 120. 360. 3 vur 90. 3 vur 40. Biri hər 360 metrdən 1.
biri hər 270 metrdən bir, biri də hər 120 metrdən bir həmin düz xəttin üzərinə düşür. Bizə də lazımdır ki, üçü də eyni vaxtda həmin düz xəttin üzərinə düşsün. Bu o deməkdir ki, elə bir məsafə mövcuddur ki, həmin o x məsafəsi o 360-a da tam bölünür. Bu çünki hər 360-dan bir ora düşür. 270-ə də tam bölünür. 120-yə də tam bölünür. Və bu məsafəni biz tapaq. Bu o deməkdir ki, biz ən kiçiyini tapmaq istəyiriksə, bunların əkobunu tapırıq. Bunların əkobunu tapırıq. Cavab uşaqlar necə əkob tapılır? 360 ilə 320 bir-birinə bölünən ədəddir. Burada 320-nin rolu yoxdur. 360 ilə 320-nin əkobu elə təzdən nədir? 360-dır. Yəni burada qalır 360, 270, açıq sual olduğuna görə tam yazıram da. 90-ı çıxardıram mörtəzə xaricinə. Qalır 4 ilə 3. 4 ilə 3 qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. 12 vurduq 90-a 1080 metr. 1080 metr gedəndən sonra bu 1080-a 360, 360. Bir dənə 360. İkinci 360. 720. Bir dənə də 360, 1080. Gəlib bura düşəcək. O birisi 270, 270. 4 dənə 270 vurub gəlib bura qaydacaq. O birisi 120, 120 gedir. Deməli 120, 120 gedirsə 1080-da sizə 120 neçə dəfə olacaq? 3, 9 dəfə. 9 dəfə elə bir ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 təzədən gəlib bura çatacaq. Bu burada olacaq, bu burada olacaq, bu isə burada olacaq. Amma yenə də nədə oldular? Eyni düz xətt üzərində. İndi amma bizə deyiblər ki, nə qədər vaxt gedəcək? Bizim yolumuz bəlli. Hələ məsələ qurtarmayıb. Sürətimiz də 15 metr böl saniyədir. Həmin bu 1080-ı gedilən yolu bölürük nəyə? Sürəti alırıq 72 saniyə. 72 saniyədən sonra eyni düz xətt üzərində olacaq. Və bu sualı düzgün yazan demək olar ki, tələbəmiz yoxdur. Keçdik. Hamı itirib bu sualı. Və bu da bizə lazım olan bir nəticədir ki, kim ki bizdə 100-ə gedir, hiss eləsin ki, itirə bilir də sualı. Tam bal götürə bilmir. 22. 3 ardıcıl tək ədədin cəminin, uşaqlar, tək ədədlər 2, 2 artır. Birini götür x, birini götür x plus 2, birini götür x plus 4. Bunların 5-dən 3-ü 70,2'dir. Olur 3x üstəgəl 6 bərabərdir. 70,2 böl 5'də 3. Bu da olur 70,2 vur 3'də 5. 70,2'ni 5'ə vuranda elir 351 böl 3. Bu da elir 117. Yəni 3x üstəgəl 6 bərabərdir 117'yə. 3x bərabərdir 111'ə. X bərabərdir 37'yə. Bizdən nə istəyirlər? Böyük ədədi tam. Deməli, bunun biri 37'dir. Biri 39'dur. 41'dir. Böyük 41'dir. Vəssalam. Keçdi 23'ə. Faiz məsələsi. Görək bunu necə həll eləyəcək. Deməli, qozun ümumi kütləsinin 20%, fındığın isə 10% qabıqdır. 30 kilogram qoz almışıq. 8 manatdan almışıq bunu. Deməli, xərc eləmişik 240 manat. Kilosu 9 manatdan 40 kilo fındıq almışıq. 360 manat da fındığa pul xərcləmişik. Ümumi xərclədiyimiz pul 600 manat. Bundan savayı deyir, bunları qabıqlardan təmizlədik. Şərtə görə qozun 20% qabıqdır. 30 kilonun 20%'ni tapıram. 6 kilo eləyir. 30'dan bu 6'nı çıxıram, yerdə nə qalır? 24 kilogram ləpə. Qoz ləpəsi.
Ardınca fındığın da 10%. 40 kilogram fındıq almışam. 10% qabıqdır. 4 kilogramı yəni itikə gedir bunu təmizləyəndə. Bu da 36 kilo. Şərtdə deyirlər ki, bu ləpələri qarışdırıb kilosunu neçədən satmaq lazımdır ki, 20% gəlir əldə eləsin. Tələbə də baxır ki, 24 kilogram biridir, 36 kilogram biridir. Ləpələri qarışdırdıqsa 60 kilogram ləpə aldıq. Bu et 600 manatda pul xərcləmişik. Yəni bunun kilosu bizə başa gəlib 10 manata. Amma biz nə qədər qazanmaq istəyirik? 20%. Deməli, mən başa düşürəm ki, 10 manatın neyini tapıram? 20%-ni. 10 manatı hardan tapdım? 600'ü böldüm 60'a. Kilosu başa gəlib mənə 10 manatdan. Yəni, xərclədiyim pul bəlli, əlimdə olan ləpə bəlli. Kilosu neçəyə başa gəldiyini tapdım. Onun da 20%-i uşaqlar edir 2 manat. Deməli, 2 manatda 20% qazanc, yəni kilosunda 2 manat artıq satmalıyam. Yəni, satmalıyam neçədən? 12-dən. Və nəticədə qazancım olacaq. Keçdik. Onun cavabı 12. Sonra 24 nömrəli sualda da çox uşaq yandırıb. Baxaq görək. Nədən söhbət gedir? A-dan başlayaraq B-də daxil olmaqla 99 ağac əkilib. Tələbə dərk eləməlidir ki, 99 ağac əkilirsə, aralarındakı məsafə 98 dənədir. Niyə? Tutaq ki, 2 ağac əkdim, 4 ağac əkmişəm. 1, 2, 3, 4. Neçə dənə məsafə oldu? 3. Tutaq ki, 3 ağac əkmişəm. Neçə məsafə oldu? 2. Bu AB hissəsinə 99 dənə ağac əkmişəmsə, orada 98 dənə bölgü var. Və C elə əkilib ki, AC-nin CB-yə nisbəti 3-ün 4-dədir. Yəni, burada 3 hissə var. Burada 4 hissə. Həmin bu 3 hissə ilə 4 hissə birlikdə neçə verməlidir mənə? 98 ümumi hissəni verməlidir. 7 hissə 98-dirsə, hissənin biri başa gəlir 14. Hissə 14-dürsə, hissəni vurdum 3-ə. A ilə C arasında 42 hissə var. İndi bizdən soruşurlar ki, C-yə əkilən ağac A-dan sonra neçəncidir? 42-nin üstünə 1 gəlirəm. O biri niyə gəlirəm? Bu 42 buradakı hissələrdir. Ağac sayı ondan bir dənə nə olacaq? Çox olacaq. Çox uşaq gəlib 42-də dayanıb. Və aydındır ki, 42-də dayansa bal da getdi. Bal veriləcək, amma tam getdi də. Növbəti, sonuncu, 25-ci sual. Qeyd edim ki, imtahan tam buraxılış tiplidir. Sualların da açıq suallarda səviyyəyə uyğundur. 2, 5, 7 nisbətində bir parçamız var, bölünüb. Bura 2x, bura 5x, bura 7x. Kiçik və böyük parçaların cəmi 18-dir. 9x 18-dirsə x 2-dir. Bu oldu 4, bu oldu 10, bu oldu 14. İndi bizdən nə istəyir? Deyir ki, kənar parçaların ortaları arası. Bunun ortasına bir A deyək, bunun da ortasına bir B deyək. Tələbə başa düşür ki, A-dan buracan ümumi məsafə neçə idi bizdə? Deməli, bura neçə oldu? Bura öz yerində qaldı. Burada da 14 idi. Oldu 7. Onda AB məsafəsi 2 üstə gəl, 10 üstə gəl, 7, 19. Bir mənalı məsləhətim nədir? Oturub evdə sınağı bir də işləmək, səhvlərimi araşdırmaq və əvvəlcədən bir daha deyirəm, əziz tələbələrim. Müəllimimiz deyir ki, bu tipli sual düşəcək. Deməli, oturub oxumaq lazım. Və elə də olacaq. Yəni, inanmayanlar üçün də biz keçən ildə 12 saat qalmış bir dənə ispat məsələsi verdiydik, o düşəcək, o 15 dərəcə. Amma kim ki qulaq astı, yazdı, kimsə getdi ki, bəs müəllim yorulmuşam, kofe içirəm. Kofe içənlər yazmadı, kofe içənə də salam deyirəm. Aha,
Və imtahandan çıxanda da uşaqlar necə bildiriş verdilər? İsbat məsələsi. Süleyman 1, Dim 0. Yəni 1-0 onu tutuzdurmuşdu imtahandan əvvəl. İndi ümid edirəm ki, siz də sınaqları işləyib onu tutuzduracaqsınız. Dayandıraq.